bütün videoları izləyirlər. Demirlər ki, Elşad Məmmədov var. Dünən də göstərmişəm şey. Kinoda deyirik. Bu mənim nə bilim əsgərliyə getməmək üçün o Dəbiş müəllim də bazarda tuturlar, avlavıya düşür. Qayda ki bu mənim sidik kisəmdə daş. Bu mənim böyrəyimdə daş. Nə bilim, yeriyə bilmirəm, yerimə işləyirəm falan filan. Dünən hələ o boyda canlı yayım eləmişəm. 30-40 min adam baxıb ki, qəhbənin balaları. Deyirsiniz ki, danışır, söyüş söyən bloger, bu da mənim sənədlərim. Adını da bağlayırlar ki, Ramiz Mehdiyev. Ay millət, Azərbaycan mətbuatına baxın. Demək ki, xaricdəki blogerlərlə bağlı maraqlı proseslər baş verir. Xüsusən onların özləri barədə məlumatlar yayırlar, belə deyək də videolar çəkirlər və bu məsələni də ictimailəşdirirlər. İndi də yenə deyirəm, aycırıq özləri barəsində yox. Özü Elşad Qabil barəsində. Aydındır, bir kişi. Zəmləşdirib orada İlham Əliyevi qorxuya salmayın. Bir kişi, Elşad kişi. Demək Qabil Məmmədovla bağlı xəbərlər var. Yoxa çıxıb, öldürülübmü deyə suallar geniş şəkildə yayılır və hər kəs bu məsələyə bağlı müzakirələr aparmaqdadır. Bununla bağlı demək ki, videoda var. Demək həmin o videoda hansı formada Qabil Türkoğlu'nun öldürülməməsi onunla bərabər demək ki, fəaliyyət göstərən blogerlərin hazırladığı videoda öz əksini tapıb. Aycırıq, yenə deyirəm, blogerlərin yox. Bloger Elşad Məmmədovun, ikincisi də mən bloger olmaq istəmirəm. Blogerlərin hazırladığı videoda öz əksini tapıb. Sosial şəbəkələrdə söyüş blogeri kimi tanınan Qabil Məmmədovun yoxa çıxdığı haqda məlumat yayılıb. Axaras xəbər verir ki, Qabil Məmmədovun həmkarları canlı yayımda ona zəng etdiklərini ancaq Aycırıq, həmkarları yox, həmkarı. Neçə nəfər? 2 Lerzat da var yanında. Arkada 2 Lerzat da var. Həmkarları yox, həmkarı. onun cavab vermədiyini nümayiş etdirib. Eyni zamanda onun ailəsinin də telefon zənglərinə cavab vermədiyi iddia edilib. Qabil Məmmədovun 2 gündür canlı yayım açmadığı da. Baxın, orağa basır. 2 gün yox, 1 gün. Cəmi 1 gün Qabil canlı eləməyib. Aydındır? Dalına olaq. Qeyd edək ki, olayla bağlı sosial şəbəkə istifadəçiləri kəskin reaksiyalar veriblər. Bəziləri bunu şou adlandırıb, Qabilin və ətrafındakıların növbəti oyunu hesab edib. Bəziləri isə həddən artıq ağır. Ay qəhbəşi, onu sən yaradırsan. Ay cırıq. Ay ağzından hamilə qalan. Ay arvadı cırıq, baldızını qayıran Raufun qəhbəsi, soskası. Belə xoşuma gəlir. Şounu sən yaradırsan. Videoma bax. Gecə vaxtı məcburən canlı yayım açmışam. Canlıda da zəng eləyirəm. Deyirəm ki, Qabildən xəbər yoxdur. Gün ortadan bəri narahatıq və Qabilin dalıyca killer gəlib. O şəkilləri də qoymuşam. Ay qəhbə, indi sən də həmin şəkili ora qoymusan. Niyə demirsən ki, Azərbaycanlıdır, Azərbaycan üçün canını fəda eləyibdi, ermənilər başına pul qoyubdu, özünü tanıyandan Qabil orduda olubdu, onu haqda danışan Elşad Məmmədov da 4 il orduda olubdu, o da Azərbaycanı sevən oğlandı, kişidir. Amma Elşada qarşı da bir Raufun arvadı qayıran, Azər Rayxanın arvadını qayıran, yeni müsabata maliyyə dəstəyi eləyən, alkoqolik İbrahim Nehrəmski ona atıb, bunları niyə demirsən ki? Niyə bir tərəfli danışırsan? Ay qəhbə. Madar edirsən də bunu deməyə. Ev apardığınız pulla çörək alırsınız. Qızlarınız, nəvələriniz, nə bilim, oğlanlarınız deyir ki, anam işdən gəldi, atam işdən. Soxum sizin yaşayışınıza. Qəhbə kimi yaşayırsınız. Ovla ovçunun arasında tulalıq edirsiniz. Qabilin özünü yoxa çıxartdığını, daha doğrusu isə gizləndiyini bildiriblər. Daha bir məqam isə, maraqlı məqam isə ondan ibarətdir ki, Ramiz Mehdievə qarşı ittihamlar irəli sürülməsindən sonra bu hadisələr baş verib. Bəzi iddialara görə xaricdəki söyüş blogerlərinin maliyyəsi Ramiz Mehdiyev və Prezident Administrasiyasının sabiq şöbə müdürü Əli Həsənov tərəfindən təmin bunu deyirsən, sistemin ifşası ilə deyir, adımı sənə qoyub, səni yana qoyub. Qəhbə sevinç. Heç belə demirdim, bu vadar eləyirsən bunları deməyə. Əli Həsənovu görürsünüz də, bu kimdir? Bu kimdir? Bu baldızını qayıran müxalif fikirli Rauf Oğraşın oğludur. Bu da bığına soxduğum arvadı qəhbə alkoqolik Əli Həsənovdur, aydındır. Və bunlar neynirlər? Görüşürlər, Əli Həsənovla yan-yanadır. Qəhbə sevinç cırıq qızı da deyir ki, blogerlərə Əli Həsənov maliyyə göstərib. Olam, bir dənə şəkil qoyunda Əli Həsənovla, bir dənə nə bilim çek, Western Union'dan pul göndərmə əməliyyatını göstərin ki, Əli Həsənov Elşada, Qabilə pul qoyubdur da. Ay qəhbələr, bəsdürün da. Sonra deyirsiniz, söyüşdən kayıp tutursunuz. Söyüş olanda İlham Əliyevin gözündə uzalırsınız. Neyniyək, sizi tərifləməyə başlayayım mən. Deyim, Allah Rauf Arifoğlu'ndan razı olsun. Ne diyeyim, daha başlayayım tərifləməyə ki, Sevinç Telman qızından yoxdur, o yek jurnalisti. Nedir Sevinç, ağzıva verməsəm, axşam rahat yata bilmirsən. Rauf, arvadımın qızımın dilinin üstünə vətən xanə eləyiblər. Əli Həsənov İlham Əliyevin sağ əli olub. Gicdullahdılar bunlar, nədilər? Ramiz Mehdiyev İlhamın sağ əli olub. Əli Həsənov İlhamın sağ əli olub. İndi məlum olur, şu hamısı qəhbə çıxıb. Da neyiniyim, İlham Əliyev öz yan yörəsinə qəhbələri yığım. Onun günahı məndədir. Onun günahı Qabildədir. Götlərindən pox ayırı çıxan kimi Ramiz Mehdiyev blogerlərə pul verir. Götlərindən pox ayırı çıxan kimi Əli Həsənov blogerlərə pul verir. Aydındır? Ola imkan ver, danışırsan vay, danışmırsan vay. Mənim şəklimi qoyub, bax görürsünüz. Telefon zəngini açmır, cavab vermir. Bununla bağlı bir ajotaj yaratılır. Mənim videomu qoyub. Onların bəziləri qeyd edirlər ki, yox hər şey qaydasındadır. Görürsünüz, arxada da əlaqədar olaraq demək ki, meydana çıxmır. Arkada da killerin şəklini qoymuşam. Ki Qabil bu şəkili paylaşırdı. Bu bundan danışmır ki, danışan blogerin arxasındakı şəkil haqqında
DTK-ya, polisə müraciət edirik ki, Azərbaycanlıdır, qabil orduya canını qoyub, Elşad 4 il orduda olubdu və onların dalınca killer gedibdi. Məhəmməd Mirzəli vuruldu, saxlandı, Vidadi İskəndərli öldürüldü. İndi növbəti dəfə Almaniya ilə aramızda problem yaranmasın, killer gedibdi və Elşad Məmmədovun başının arxasındakı şəkil killerin şəklidir. Bloger Elşad Məmmədov müraciət edir ki, bu adam qabili öldürməyə gəlib. Bunu demir. Yəni bunun adı nədir? Qəhbəlik. İndi burada nə deyir? Ramiz Mehdiyevin deyir tutulmağına görə, qəhbərliyin dərəcəsinə baxın sevincdə. Ramiz Mehdiyevin deyir tutulmağına görə Qabil Məmmədov yoxa çıxıb. Ona oy gör, başlığa zada bax. Bura ana var yox söyüşdü buna bax. Təcili Qabil Məmmədov yoxa çıxdı, öldürülüb. Tema yox deyə danışmağa. Öldürülüb. Yox gəlib ağzıma verməyə.